Salam uşaqlar, fəal kurslarından Natava müəlliməm. Bugün sizinlə dəyər nəşrlərinin sınaq 2, 8-ci sinif riyaziyyat suallarının izahına baxacağıq. Gəlin başlayaq. 26-cı sual. Kök altında mənfi 2-nin üstü 4 vurulsun 2-nin kvadratı. Biz bilirik ki, üstü cüt olan zaman mənfi müsbətə çevrilir və 2 üstü 4-dən, mənfi 2 üstü 4-dən 2-nin kvadratı çıxır. 2-nin kvadratından isə 2 çıxır. Bu da eləyər 8 B variantı. 27-ci suala baxaq. 27-ci sualda 3 bölünsün x, 2 bölünsün y verib bizə nisbət şəklində. 2x buradan bilirik ki 3y-ə bərabərdir və x 3k-dır, y isə 2k-dır. Bizdən y istəyir. Əvvəlcə bunların cəmini bizə veribdir. X-in yerinə 3k, y-in yerinə 3y-dir. 3 vurulsun 2k yazsaq 72-yə bərabər edərik. 9k bərabərdir 72, k da bərabərdir 8. 27-ci sualda bizdən nə istəyir? Y istəyir. 8-i vurarıq 2-yə, gətirib yerinə qoysaq. Cavab 16. Yəni C variantı. 28-ci suala baxaq. 28-ci sualda nə deyir? 28-də deyir ki, alfa və beta qonşu bucaqlardır. Alfanı 30% azaldıbsa, təbii ki, əvvəlcə 100% olur da. 30% azaltdığımız zaman 70% olar alfa. Betanı 140%, bircə saniyə, alfanı 30% azaltsaq alfa olacaq 70%. Betanı isə 40% artırsaq olacaq 140%. Və deyir, bunları artırıb azaltdığımız zaman bunlar bir-birinə bərabərləşirlər. Biz də görürük ki, buradan nə alınır? Beta 2 alfaya bərabərdir. Yəni 2 dəfə böyükdür beta alfadan. Bu zaman nə edərik? Biz bilirik ki, alfa ilə betanın cəmi qonşu bucaqlardırsa 180 dərəcədir. Alfanın yerinə, daha doğrusu betanın yerinə gətirib 2 alfa yazsaq, buradan alfa bərabər olar 60 dərəcəyə. Buradan aydın olur ki, 0,7 alfa bərabərdir 1,4 betaya. Çünki deyir ki, artırıb azaltdığımız zaman bir-birinə bərabərləşirlər. Hər tərəfi burada 0,7-yə bölsək, qalar burada alfa bərabərdir 2 betaya. Və buradan alınır ki, biz də bilirik ki, alfa ilə betanın cəmi 180-dir. 3 beta bərabər olar 180 dərəcəyə. Beta bərabər olar 60 dərəcəyə. Beta 60 dərəcədirsə, təbii ki, alfa 120 dərəcə olacaq. Çünki bilirik ki, qonşu bucaqların cəmi 180-dir. Alfa bərabərdir 180 çıxılsın 60, bərabərdir 120. Bizdən alfa ilə betanın fərqini istəyir. 120-dən 60-ı çıxarıq, cavab 60 C variantı. 29-cu suala baxaq. 29-cu sualda nə istəyir bizdən? 29-da təbii ki, variantlara baxacağıq. 24-ün vuruqlarına baxarıq. 2 vur 2 vur 2 və vur 3-dür. Yəni 2-nin kubu vurulsun 3 variantlarının hər hansı birində varsa, deməli cavab odur. A variantında 2-nin kvadratı da yanlışdır. D variantında 3 yoxdur. B variantında yenə 2-nin kvadratı yanlışdır. C variantında 2-nin kubudur, sadəcə 3 yoxdur. Ona görə cavab Y variantıdır. 29-cu sual idi bu. Davam edək. 30-cu suala baxaq. 30-cu sualda nə deyir bizə? Kökün altında verib ifadəni. Biz demişik ki, bu müxtəsər vurma düsturuna görə açmaqla daha rahat üsulla hesablaya bilərik. 50 çıxılsın 14.
50 üzərinə gəlinsin 14. Və kökün altında nə qalacaq? 36 vurulsun 64, 16 vurulsun 36. Gəlin buradan nə çıxırsa elə bir dəfəyə çıxardıq, sonra ixtisarlarımızı apararıq. 36-dan 6, 64-dən 8, 4 və 6. 6-lar ixtisar getdi, cavab 2, yəni A variantı. Gəlin 31-ə baxaq birlikdə. 31-ci sualda nə deyir bizə? Veribdir ABC-ni. Biz bilirik ki, düz mütənasibliyin düsturu necədir? KX-dir. Yəni, gətirib qiymətləri yerinə qoyub, burada birinci ifadədə K-nı hesablayıb, sonra ikincidə də Y-i tapa bilərik. 8K 18-dir. K bərabərdir. 8-də 18, yəni 4-də 9. Y bərabərdir. KX olduğuna görə K-nın qiymətini qoyub 2-yə vurarıq. Cavab eləyər 27. C variantı. Gəlin birlikdə 32-ci sualla davam eləyək. 32-ci sualda nə deyir bizə? Kəsişmə istəyir. Çox sadə sualdır. Kəsişmədə təbii ki, ortaqları götürürdük. Birlikdə baxaq. Ortaq olanlarımız neçə olacaq? 2, 3, 4, 7 və 8. Bizdən sayını istəyir 5 dənədir A variantı. 33-cü suala baxaq. Verib bizə A kvadrat B. Uşaqlar, bizə burada deyir ki, A və B əks ədədlərdir. Məsələn, A-nı müsbət, B-ni mənfi götürdüyümüz zaman nə baş verəcək? B-ni mənfi götürsək, birinci mənfi olacaq, ikincisi müsbət. Əslində, qiymət verib yoxlamaqla qiymət də verib yoxlaya bilərsiniz. Yəni, birinə 1, birinə mənfi 1 desək, təbii ki, biri kvadrat müsbətə çevirəcək, birində isə mənfi olaraq qalacaq. Yəni, bir-birinin əksi olduğu zaman islah olunur. Cavab elə 1, B variantı. 34-cü suala baxaq. 34-cü sualda nə deyir bizə? Bu da iki düz xəttin kəsişməsindən alınan bucaqlara aiddir. Sadə sualdır. 9x verib, x üstəgəl 40 verib. Biz də bilirik ki, qarşı-qarşıya olan bucaqlar biri-birinə bərabərdir. Biri-birinə bərabərləşdirib buradan x-i taparıq və qiymətlərini gətirib yerinə qoyarıq. X 5-dirsə, təbii ki, bucağımız 40 üstə gəlmişsin 5, yəni 45 dərəcədir. Amma məndən onun qonşusuna olan alfa bucağını istəyir. Qonşu bucağı da təbii ki, tapmaq üçün biz bilirik ki, qonşusu nəyə bərabərdir? 180-dən 45-i çıxarıq. Çünki iki bucağın, qonşu bucağın cəmi 180-dir. 180-dən 45-i çıxarıq. Cavab 135 dərəcə. Y variantı. 35-ci sualla davam eləyək. 35-ci sualda verib mənə 3n üstə gəlinsin 6 bərabərdir təkdir. Tək nə zaman olar uşaqlar? Təbii ki, n-ə mən tək desəm, 3-ü 1-ə vursam, 3 üstünə 6, 9 tək elədi. Yəni, n variantlarda yerinə tək qiymət qoyub bir-bir variantları yoxlamaq lazımdır. Buradan çox açıq şəkildə görülür ki, D variantını qoysaq cüt olacaq. Çünki təklə təkin hasili də təkdir və cəmi də cütə çevirər. 7, n üstə gəlinsin 5. 7-ni 1-ə vuranda, yəni təkə vursaq, 7 üstünə 5 cütü verəcək. 35 D variantı. 36-cı suala baxaq. Uşaqlar, 36-da deyir ki, A ədədidir. 40% böyük olan ədəd, təbii ki, A-nın üstünə 40%-ni gələndə, yəni 0,4-ünü gələndə 1,4 A eləyir. Bərabərdir 126-ya. A bərabərdir 126-nı bölərik 1,4-ə. A bərabər olar 90. A oldu bizdə D variantı. Gəlin birlikdə 37-ci suala baxaq. 37-ci sualda uşaqlar bizdə bunu müqayisə etmək üçün hamısını kvadrata yüksəldirik. Kök 24-ün kvadratı 24 eləyir. Kök 7 üstə gəl, kök 5-in kvadratını müxtəsər vurma düsturuna görə açanda 7, 5, 12, 2 kökdə 35 eləyir. O da verir bizə 140.
S bərabər olur 12 üstə gəlinsin. Bir saniyə. 12 üstünə gəlinsin. Kökün altında 128 verir. Burada da baxanda həqiqətən də görünür ki, 140-dan təqribən 11 tam nə qədərsə çıxır. Yəni 23 tam olur. B-də təbii ki, C-dən böyükdür görünür. Burada ən böyüyü A-dır. 24 olduğuna görə B-dən 23 tam nə qədər çıxır. C-də təqribən ondan daha balacadır. A böyükdür B-dən. Yəni C kiçikdir B-dən. O da kiçikdir A-dan. Cavab Y variantı. Gəlin birlikdə 38-ci suala baxaq. Hansı ədədin 5-də 2 hissəsinin üzərinə, yəni x ədədimiz bilmirik, onun 5-də 2 hissəsinin üzərinə 36 gəldikdə ədədin özü, yəni x alınır, ədədi x götürmüşdük. 5-də 2 x-dan x-i çıxarıq, bu olar 5-də 3 x bərabərdir 36, x bərabərdir 36-nı vurarıq ədədin tərsinə, x dolar 60, B variantı. 39-cu suala baxaq. 39-da bizə nə deyir? A-nı verib. Təbii ki, bunları bir kökə salsaq, biz burada müxtəsər vurma düsturunu alarıq. Verər bizə 7-nin kvadratı çıxılsın kök 37-nin kvadratı. 49-dan çıxarıq. Kök 37-nin kvadratından 37 çıxır. Bu da verir bizə neçə? 39-da verir bizə kök 12. Kök 12 də təqribən nəyin arasında yerləşir? A-nın tam hissəsini istəyir bizdən. Təqribi 3 tam neçəsə çıxır. Çünki 4 olduğu zaman böyük olur. Cavab A variantı. 40-cı sualla davam eləyək. 40-cı sualda nə deyir bizə? İki paralel düz xəttin kəsən ləmələ gətirdiyi uyğun bucaqların biri 80-sə, təbii ki, digər də 80 olacaq. Yəni D variantı. Biz bilirik ki, uyğun bucaqlar biri-birinə bərabərdir. 41-də nə deyir? Qarşılıqlı sadə ədədlər deyilər. Qarşılıqlı sadə ədədlərin qaydası necə idi? 1 ilə olan bütün ədədlər təklər, ardıcıl ədədlər, yəni ardıcıl təklər və ardıcıllar. 1.27, 1.30, A, B variantı qarşılıqlı təkdilər. Daha doğrusu birlədilər. C variantında qarşılıqlı təkdilər. D-də ardıcıldılar. Sadəcə Y variantında cütdülər. Biz demişdik ki, cütlər qarşılıqlı sadə ədəd ola bilməz. 42-ci suala keçək. 42-ci sual kök x bərabərdir 4-dür. Hər tərəfi kvadrata yüksəltsək, x-i kökdən çıxardarıq. X bərabər olar 16-ya, yəni Y variantı. Bu da çox sadə sual idi. 43-cü suala baxaq. 43-də ədəd götürək, 100 ədədi götürək. Bunu 20 dəfə azaldanda uşaqlar 120-yə bölərik. Neçə eləyər? 5 dəfə ədəd neçə faiz azalmışdır? Təbii ki, 100% idisə 5 faizi çıxarıq oradan, onlar neçə faiz? 95%. Ədəd 95% azalar. Yəni cavab A variantı. Gəlin davam eləyək 44-cü sualla. Deməli, Euler-Venn diaqramı ilə işləmək daha rahat olur. A-nın B-də olmayan qiyməti 2-dir. B-nin A-da olmayan qiyməti 6-dır. Kəsişmə, yəni tam mərkəz 4-dür. Bizdən birləşməni istəyir. Birləşməni təbii ki, tapmaq üçün bunların cəmini tapmaq lazımdır. 12, cavab C variantı. 45-ci suala baxaq. 45-də nə deyir bizə? Maraqlı sualdır. Kökün altında 144, üstə gəlinsin. Kökün altında 400, üstünə gəlinsin. 81-dən kök 9 çıxır, 25-i 9-a vurarıq. 25-i 9-a vuranda təbii ki, eləyəcək 225. Bu da kökün içindədir. 144 üstə gəlinsin. Burada kökün içində 625 edər. 625-dən 25 çıxar. Cəm eləyir 169. 169-dan da kök çıxar 13.
Yəni A variantı. 46-cı sualla davam edək. 46-cı sualda nə deyir bizə? Aha. 46-cı sualda əslində rahatdır. Bu bilirik ki, bu 3 dənə bu şəkildə veriləndə bunu əslində uzantıları ilə də tapmaq olur, amma sadə üsulla elə 360-dan ikisinin cəmini çıxıb alfanı tapa bilərik rahat şəkildə. 360 çıxılsın 156 üstə gəlinsin 58 bərabərdir. Cavab eləyəcək bizdə 146 B variantı. 47-ci suala baxaq. Natural bölən düsturudur. 84-ü təbii ki, sadə qruplara ayırarıq. Sadə qrupların ayrılışında 2-nin kvadratı, 3 və 7 var. Natural bölən düsturu necə idi? 2 üstə gəlinsin 1, yəni qüvvətlərin üstünə 1 vaid gəlib hasilini tapırıq. Cavab eləyər 12 A variantı. 47-ci sualda cavab A variantı. 48-ə keçək uşaqlar. 48-ci sualda əslində sadədir. Ədədin hissəsinə aiddir. 324 ədədinin 36-da 5 hissəsini istəyir bizdən və sonra hissəsinə, həmin ədədi də hissəsinə görə ədəd hesablamamızı istəyir. Yəni, əvvəlcə gəlin kənarda bunu çevirək, 0,08 dövrdə 3-ü çevirək. Neçə eləyər? Mötərizədəki ədədlərin sayı qədər 9, kənardakıların sayı qədər 0 yazarıq. 83-dən 8-i çıxarıq, 75 edər. Yəni, burada indi yuxarıda bunu gətirib yerinə qoyarıq. Sadəcə tapdığımız ədədi eləyə də bilərik. Qısaca şəkildə elə bir yerdə ixtisarlarla daha rahat hesablaya bilərik. Hissəsinə görə ədəd tapanda təbii ki, bölürük. Yəni, tərsinəsinə vuracaq. 900 bölünsün 75 olacaq. Və bunları da bir-bir ixtisarları aparmalıyıq. İxtisar apardığımız qədər, deməli, burada qalacaq 6, 15, burada 6 ilə bu 6 gedəcək. Cavab verəcək bizə 54. 48-də cavab 54-dür. Gəlin birlikdə 49-cu məsələyə baxaq. Maraqlı məsələdir. 49-cu məsələdə bizə nə deyir? Deyir ki, tədbirdə 120 iştirakçının 45%-i qadınlardır. Bizə qadınların sayı lazım olacaq elə. 120-nin təbii ki, %45 hissəsini hesablayarıq. Eləyəcək 54 qadın. Sonra deyir ki, uşaqlar, diqqətli olaq. Əgər bu tədbirdən neçə kişi gedərsə, qadınlar qalan iştirakçıların 60%-idir. Qadınların 54 deyilmi? Qalan iştirakçılar təbii ki, mənim iştirakçılarım 120 çıx x-dır da gedənlərim. Gedənlərimi bilmirəm, x götürürəm və qadınların sayının qalan iştirakçıların sayına nisbəti verib mənə 60%, yəni %60 götürüb həll eləyə bilərik bu şəkildə tənliklə. Çox sadədir. %60-ı ixtisar edərik. 5-də 3 və çarpaz şəkildə vurub həll eləyərik. 360 çıxılsın 3x bərabərdir 270, 3x bərabərdir 90, x olar 30. Demək ki, əgər kişilər 30 kişi gedərsə, o zaman qadınlar bütün iştirakçıların 60%-ni təşkil edəcək. Cavab 30 idi. 50-ci suala baxaq. 50-də əslində biz bilirik ki, uyğun bucaqlardan söhbət gedirsə, paralel olanlardan gedirsə, eyni adlı və müxtəlif adlı olur. Eyni adlı olduğu zaman cəm bizə verir 180. Bunu əvvəlcədən bizə verib, bu heç. Alfa ilə betanın cəmi birinci hala baxacaq. Eləyəcək 180. Aşağını mənfi 1-ə vurduğumuz zaman gəlin vuraq. Qalacaq 4 alfa üstə gəlinsin beta 240. Mənfiyə vursaq mənfi alfa çıxıb beta bərabərdir 180. Buradan betalarımız gedər. 3 alfa bərabər olar. 240-dan 180 çıxarıb 60. Alfa bərabərdir 20. Bu birinci halımız idi. Bizdən iki halın cəmini istəyir. Birincisi 20 olur.
Digər hala baxaq. İkinci halında isə biz bilirik ki, bucaqlar bir-birinə bərabər olurlar. Yəni alfa betaya bərabərdir. Buradan 5 alfa əvəz eləyərik, bərabərdir 240-a. Alfa bərabərdir 48 dərəcə. Biz birincidə 20 tapmışdıq, ikincidə də 48 oldu. Birinci halımız 20, ikinci 48. Bizdən bu halların cəmini istəyir. 68 dərəcə. Açıq sualımızın sonuncusunun cavabı da 68 idi. Uşaqlar bu qədər. Üçüncü sınaqda inşallah görüşərik.